Türkiye'de yaşayan tanınmış iş insanı Mübariz Mənsimov anası ilə bağlı paylaşım edib. O, sosial şəbəkə hesabında anası ilə olan fotolarını paylaşaraq bu sözləri yazıb. Dünyanın ən zərif və ən güclü varlıqları analar. Başda mənim anam olmaqla bütün anaların Analar Günü mübarək olsun. Ana sevgisi qədər saf, ana duası qədər güclü heç nə yoxdur. Onların bir gülüşü evə həyat, bir duası insana ümid verir. Analarımızın qədrini sağkən bilək. Vaxt keçmədən onları sevindirək, sevgimizi göstərək. Çünki bir gün ən çox darıxacağımız şey ana səsi və ana qucağı olacaq.